Növbəti Python dərsinə xoş gəldiniz. Bu günləri listlərlə işləyəcəyik. Listlərin nə olduğuna baxacağıq. Listlərdə indekslər nələrdir? Listlərə yeni element necə əlavə olunur, necə silinir və ən sonda da bölünmə işlərinə baxacağıq. Əvvəlcə listin nə olduğuna baxaq, nəyə görə lazımdır. Ekranda iki dənə şəkil görürsüz. Sol tərəfdə boş qutu var, sağ tərəfdə isə dolu bir qutu var, içərisində meyvələr var. List tam olaraq bu cür məntiqlə işləyir. Yadınızdadsa mən demişdim, bir dənə variable-u bir qutu kimi fikirləşin və biz qutunun içərisinə bir dənə bir dəyər qoyuruq. Məsələn, ad bərabərdir Murad. Düzdürmü? Amma listlərlə işləyəndə biz o qutunun içərisinə artıq birdən çox elementlər qoya bilərik. Təkcə Murad yox, Muradla bərabər Elnur, Aynur və yaxud da Günel. Bu məlumatların hamısını bir yerdə qoya bilərik. Hazırda sağ tərəfdə görürsüz ki, dolu list var və içərisində birdən çox element var. Bunlara Pythonda list deyilir. Məsələn, ekranda adi list nümunəsi görürsüz hazırda. Tələbələr var və tələbələrin içərisində baxın burada kvadrat mötərizə açılıb. Ondan sonra birinci dəyər verilib Kənan. Və bu adi string kimi yazılıb, ştrixdən istifadə olunaraq və vergül qoyulub. Vergüldən sonra ikinci dəyər yazılıb Murad və vergül qoyulub, təzədən bura Aynur yazılıb və axırda da kvadrat mötərizəni belə şəkildə bağlayırıq. Bunun adı listdir. Bunun mənası odur ki, biz bir variable-ın içərisində çoxlu məlumatları saxlaya bilərik. Gedək kodumuza və bunu orada yaradaq. Yazıram burada tələbələr bərabərdir və kvadrat mötərizə açıram. Və burada ilk ştrixlə bir dəyər açıram və yazıram içərisinə olsun Kənan. Belə həmin dəyərləri yaradaq. Daha sonra vergül qoydum və Kənanda ştrixdən sonra belə vergül qoyuram. Ara buraxıram. Buraxmasaz da olar. Yəni standart görünməsi üçün daha yaxşı buraxmamız yaxşıdır. İkinci dəyəri yaradaq. Məsələn Murad. Və daha sonra axırda da sonuncu bir dənə dəyər yaradaq Aynur. Hazırda görürəm ki, tələbələrin adlı list var və bunun içərisində 3 dənə dəyər yaradılıb. Bunu printdə göstərsək necə görünəcək? Yazıram tələbələr. Buraya yazım Python 3 dərs 5.py və Kənan, Murad, Aynur necə var elə formada görsənir. Daha sonra keçək indekslərə. İndeks nədir? Proqramlaşdırma dilində, proqramlaşdırma dillərində əgər listlər varsa, arraylar varsa, çoxlu element varsa, onların hər birinə sıfırdan başlayıb rəqəmlərlə onlara müraciət edirik. Burada tələbələr adı listdə görürəm ki, Kənan 0-cı indeksdir. Görürsünüzmü? 0-cı indeks. Ondan sonra Murad 1-ci indeksdir, Aynur 2-ci indeksdir və bundan sonra gələn elementlər də 3, 4, 5 belə 6 arta formada gedəcək. Amma bir dənə şey fikir verin ki, indekslər 0-dan başlayır. Çox proqramlaşdırma dillərində indekslər 0-dan başlayır. Baxın burada yazılıb ki, print tələbələr kvadrat mötərizə 0 yazıb və bizə cavab olaraq Kənan verib. Bunu kodda yazsaq, gəlirəm print tələbələr və tələbələrdən sonra belə kvadrat mötərizə açdım və içərisinə yazaram 0. Bunun mənası odur ki, mənə printdə yalnızca Kənanı göstərəcək. Ona görə ki, Kənanın indeksi məndə 0-dır. Bu nəyə görə lazımdır? Sual verə bilərsiniz. Biz gələcəkdə həmin tələbələrdə 0-cı indeksi olan məlumatı bilməyə bilərik. Hazırda biz onun Kənan olduğunu bilirik. Yəni burada bunun çıxarılması o qədər məntiqli olmaz. Amma gələcəkdə biz bilmədiyimiz datalarla işləyəndə artıq 0-cı indeks, yəni birinci elementi görmək istəyiriksə və yaxud da 0 olmasın, buraya yazın 1. Bir yazanda mənə ekranda Murad görsənəcək, çünki 0 birinci indeks bu gəlir. Həmçinin for looplarla da işləyəndə bu bizə köməklik göstərəcək. Burada baxın 0 Kənanı göstərdi, birinci Muradı göstərdi, birinci indeks, ikinci isə burada Aynuru göstərdi. Və sual verərsiniz ki, əgər 3-cü, 4-cü yazsam nətər olacaq? Hazırda onlar bizdə yoxdur. Yazıram bura 3 və aşağıya gəlirəm və bizə out of range erroru verir. Mənası odur ki, bu indeks həmin bu tələbələrin içərisində mövcud deyil. Yəni bizə error kimi bunu qaytarır. Təbii ki, bu arraylər təkcə string ilə bağlı deyil. Bura başqa bir array də yarada bilərəm. Adını qoyum rəqəmlər. Bərabərdir. Sonra kvadrat mötərizə açıb 1, 4, 7, 10, belə ədədlər yaza bilərəm. Bunun da sayəsində mən həmin ədədləri görə bilirəm və üstəlik bir dənə rəqəmlərin içərisində mən təkcə rəqəmlər yox, başqa bir dəyərlər də yaza bilərəm. Məsələn, true yazaq, boolean anlamındadır, fərqli anlayışdır və burada rəqəmləri belə göstərsəm, aşağıda görəcəm ki, 1-dən 10-a kimi olan rəqəmlər və true booleanı içərisində görsənir. İndekslərdə bir dənə özəlliyi var ki, mən burada tələbələr Kənan, Murad, Aynur yazıb. Bunların içərisində mövcud olduğu müddətcə istədiyim indeksə dəyəri dəyişdirə bilərəm. Necə mövcuddur o? Gəlirəm bura, yazıram ki, tələbələr bərabərdir, yaxud kvadrat mötərizə. Tutalım ki, Muradı dəyişək. Muradın indeksi nədir? 0, bu da 1. 1 yazdım və bərabərdir yazıram. Ondan sonra buradan dəyişdirirəm, edirəm Elnur. Və təkrardan burada tələbələri göstərirəm.
mənə nə verir? Kənan, Elnur, Aynur. Yəni mən birbaşa olaraq getdim bu tələbələr listinin içərisinə, birinci indeksi baxdım və bunun dəyərini dəyişdirib elədim Elnur. Bu bizim listdən işləməyimiz üçün əlavə imkandır. Biz boş listlər də yarada bilərik. Tutalım burada tələbələrin içərisində belə boş qoyum və burada da bunu da silək belə. Və o zaman belə yazanda mənə boş list olaraq belə görsənəcək. Və keçən dərsdə biz bulunla işləyirdik. Orada sizə list göstərmişdim, siyahı. Və həmin siyahıda bu boş, içi boş olan listlərin bizə false qaytardığı yadımızdaydı. Yəni nə anlama gəlir? Gələrəm buraya, yazaram tələbələr, ondan sonra or qoyuram və rəqəmlər yazıram. Mənə təbii olaraq ki, rəqəmləri qaytaracaq. Ona görə ki, məndə burada tələbələr false qaytarır. Bunun içərisi boş olduğu üçün. Bunun da içərisində dəyər olduğu üçün mənə true qaytaracaq. Bəs bu listlərin içərisindəki biz elementlərin sayını necə bilərik? Elementlər bu arada içərisindəki dəyərlərə bir-bir olaraq element deyirlər. Mən bu rəqəmlərin içərisində olan elementlərin sayını təyin olunduqdan sonra bilə bilərəm. Onun üçün istifadə eləyəcəyik len adlı funksiyadan. Bura gəlim yazım. L-N uzunluğun qısaltması deməkdir, lengthdən gəlir. Və bunun funksiya olduğu üçün mötərizə açıram və bura yazıram rəqəmlər. Artıq mən rəqəmlərin içərisində neçə dənə dəyər olduğunu görə biləcəm. Yazıb bura 5. Yəni 1, 2, 3, 4, 5. 5 dənə element var içərisində və bizə bunun sayını belə göstərir. Bundan da gələcəkdə looplarda istifadə eləyəcəyik. Bunun nəyə görə lazımdırsa. Hələ ki, belə mövcud olduğunu yadınızda saxlayın. İndi isə keçək listlərə sonradan dəyər vermə anlayışına. Bizim burada tələbələrimiz var, amma bizim yeni bir tələbəmiz gəlir və biz ona dəyər əlavə etməliyik. Bunun üçün istifadə edəcəyik append adlı funksiyadan. Kodumuzda indi bunu tətbiq edək. Gələk bura, Kənan, Murad, Aynur və yeni bir tələbəmiz var, tutalım ki, və onu bura yazıram belə tələbələr nöqtə append. Daha sonra bura yazıram həmin tələbənin adı, yəni string olaraq və təkrardan göstərirəm. Mənə Kənan, Murad, Aynur və Elnur əlavə olundu. Fikir verirsinizsə, Elnur burada əlavə olundu həmin Aynurdan sonra, yəni axıra əlavə olundu. Bundan əlavə bir dənə də funksiyamız var. Onun da adı insertdir. Insertdən append bir-birindən fərqlənir. Insertin mənası biz həmin yeni dəyərimizi listimizin içərisində indeksdə təyin olunmuş istədiyimiz yerə qoya bilərik. Yəni həmin dəyəri Kənanın yerinə də qoya bilərəm. Ondan sonra Kənanın əvvəlində yazacaq. Kənan bizdə dəyəri 0-dır. Tutalım ki, gəlin bura insert yazıram. Və insertin üzərinə gətirəndə burada yazıb ki, birinci indeksdir. Baxın, indeks yazıb. Ondan sonra object, yəni string yazıb. Yəni bu Elnurdan əvvələ gəlirəm. Bura bir dənə 0 yazım, vergül qoyum. 2 dənə dəyər əlavə eləmiş oldum içərisinə. Və təkrardan çalışdırım. Baxın, Elnur hara düşdü? Ən əvvələ düşdü. Elnur, ondan sonra gəldi Kənan və yaxud Murad, Aynur. Həmçinin burada 0-ın yerinə 1 yazaram. Onda Kənan ilə Muradın arasına düşəcək. Bu əvəz etmə eləmir. Sadəcə ikisinin arasına girir və öz dəyərini ora əlavə edir. Kənan, Elnur, Murad. Bunun ikisinin arasına girmiş oldu. Bu da insert dəyəridir. Appenddə birbaşa yazırıq dəyəri, amma insertdə isə indeksdən bildiririk. İndi isə keçək silmə işlərinə. Müxtəlif versiyalar var. Remove-dur, pop-dur və yaxud da delete-dən istifadə eləyəcəyik. Remove-un mənası birbaşa olaraq stringin özünü verəcək. Məsələn, burada Aynuru mən silmək istəyirəm. Məsələn, listimdən tələbə kimi artıq bitib, onu tələbəydən çıxarmaq istəyirəm. Yazıram burada tələbələr, nöqtə, yazıram remove. Remove içərisinə həmin Aynurun adını necə varsa elə formada yazıram. Yəni, böyük A ilə başlayır, sonra Y, N, U, belə formada yazdım. Və təkrardan tələbələrimi göstərsəm, burada göstərir ki, Kənan, Elnur, Murad. Yəni, Aynur artıq siyahıda yoxdur. Ondan sonra var bizdə pop. Pop isə axırıncı elementi siyahıdan silir. Məsələn, Aynuru sildim. Aynuru siləndən sonra bizdə qaldı axırıncı Murad. Və Muradı mən adını yazmıram. Buraya yazıram pop sözünü, belə pop funksiyasını. Və burada axırıncı, siyahıda axırıncı qalan elementi bizim üçün siləcək. Yəni, Muradı siyahıdan siləcək və bizdə qalacaq sadəcə Kənan ilə Elnur adları. Amma burada popun içərisində indeks də yazmaq olur, görürsünüz. Həmin indeksdə də demiş olur ki, biz birbaşa olaraq hansı indeksdə olan dəyəri silə bilərik. Tutalım ki, indi burada pop yazmasam əgər, bizdə qalır dəyərlər Kənan, Elnur, Murad. Mən Elnuru silmək istəyirəm və Elnur da burada ikinci indeksdir. Yəni 0-1 olacaq. Bura gəlib yazacağam 1. Məndə qalacaq bu dəfə Kənan ilə Murad adları. Elnuru silmiş olacağam. Bunu belə göstərim.
Kənan və Murad. Elnur ortadan silindi. Ona görə ki, Elnur artıq ikinci indeks idi burada və mən indeks ilə birbaşa adı silmiş oldum. Bu popun bir özəlliyi var ki, biz sildiyimiz dəyəri burada görə bilərik ki, hansı dəyəri silmişik. O remove-la mümkün olmur, amma pop-la mümkün olur. Onun əvvəlinə gəlib belə şey yaza bilərəm ki, yazım bura silinmiş element belə. Və gəlirəm burada deyirəm ki, print, gəlin buraya yazım silinmiş elə bəhs eləyir bu. Ondan sonra vergül qoyaq və yazım silinmiş element. Təkrardan çalışdırıram. Baxın, silinmiş element Elnuru göstərir mənim üçün. Elnuru silmiş oldu. Bu remove-la mümkün olmur. Remove yazsam, baxın nə baş verir burada. Hələ Elnurun adını yazım belə. Mənə non dəyərini verəcək, çünki bunu tapa bilmir. Yəni boş dəyərdir. Daha sonra delete var. Bu da delete'in mənası da indeksdə olan elementi birbaşa olaraq silir və heç bir dəyər qaytarmır. Bu həm remove-un işini görür, həm də pop-un işini görür eyni vaxtda, amma dəyər qaytarmır. Tətbiq eləmək üçün bu məsələn bu remove falan silək. Buraya yazdım ki, del sözünü. Daha sonra tələbələr yazıram və kvadrat mötərizəni açdım. 1 yazıram. Yəni hansı indeksdəkini silmək üçün. Bu saat Elnur bizdə ikinci indeks idi. Tam ki, bunları silim, təkrardan göstərim. Hansı element idi? Qaçıq oldu. Python yuxarıda var idi elə. Baxın, Elnur. Elnuru silmək istəyirəm buradan. Elnurun da məndə indeksi 1-dir və del tələbələr 1 yazsam mənə təkrardan verəcək Kənan ilə Murad adını. Yəni birinci indeksi silmiş oldu və bu bizə heç bir dəyər qaytarmır. Əla, bura qədər öyrəndinizsə, onda keçək sonuncu mövzumuza. Ondan sonra bir dənə layihə ilə işləyəcəyik, balaca mini proyekt olacaq. Keçək list slicing-ə. Bunun mənası biz tələbələr adlı funksiyanı, tələbələr adlı listi daha doğrusu, ümumiyyətlə tələbələr yox, başqa listlər üzərində də onu bölmə işlərində eləyə bilərik. Yəni istəyirəm ki, mənə sadəcə buradan bura qədər olan tələbələri qaytar və yaxud da Muraddan Aynura qədər olan tələbələri qaytar və yaxud da ondan sonra əlavə olunubsa müəyyən dəyərdə qaytar. Mən bunları hamısını silim və bura hardasa bir 2 dənə də təzə tələbə qoyaq. Qoyaq elə Elnur, bir dənəsi də olsun. Məsələn, Seymur. 5 dənə tələbəmiz var və həmin tələbələrdən mən indi istəyirəm ki, sadəcə Murad və Aynur qalsın. Onun üçün gəlirəm bura, təzə bir dəyər yaradım. Yaratmasam da olar, birbaşa göstərə də bilərəm, amma ki, göstərmək üçün ki, o həmin slicing təzə bir dənə list qaytarır. Yəni, həmin tələbələrə əl vurmur, təzəsini qaytarır. Yazım ki, yerdə qalan tələbələr. Məsələn, yerdə qalan tələbələr. Yəni, Kənan, Elnur və Seymur, bunların kursu bitib və Muradla Aynur qalıb. Onu da tətbiq eləmək üçün yazırım burada tələbələr. Kvadrat mötərizə açdım və burada istifadə edəcəm mən Muradın indeksindən. Yəni 0 budur, bu da 1-dir. Yazıram 1. Daha sonra istifadə edirəm 0, 1, 2 və 3. Üçüncünü yazıram ki, çünki 3-ü yazanda 3-ü qəbul eləmir, 3-ün yerinə 2-ni yazır. Baxın, bura 3 yazdım. İndi mənə bu Muradla Aynuru qaytaracaq. Və burada da yazım yerdə qalan tələbələr. Çalışdırım. Murad və Aynur. Yenə yadınızda saxlayın ki, 3 yazdım. 0, 1, 2, 3. Üçüncünü qəbul eləmir və üçüncüdən 3-ə kimi olan dəyərləri bizə göstərir. Eyni zamanda baxmışdıq bunu keçən dərsdə də. Və əgər burada axırıncını yazmasam, özündən sonrakini yazmasam, mənə listin axırına kimi gələcək. Fərqi yoxdur, hara kimi olursa olsun. Yəni də Muraddan ta ki Seymura kimi eyni şəkildə də burada əvvəlinki qoymasam, tam başdan başlayacağı anlamına gəlir. Yazım bura 3 və Kənandan Aynura qədər olan listi mənim üçün qaytardı. Buna əlavə əgər heç nə yazmasam hər iki tərəfinə, bütün listi qaytaracaq mənə eyni formada və bu listi mən tərsinə çevirmək istəyirəmsə, yəni Seymur, Elnur, Aynur, Murad, Kənan yazmaq istəyirəmsə, onda tətbiq edəcəm belə bir şey. 2 dənə kolon qoyuram bura və yazıram -1 və cavabına baxın nə görsənəcək? Seymur, Elnur, Aynur, Murad və Kənan. Həmçinin əgər hər ikinci elementi silmək istəyirəmsə, 2 dənə nöqtə qoyub qabağına 2 yazıram və hər ikinci elementi silib, baxın burada Muradı sildi, yazdı sonra Aynur, sonra Elnuru sildi, yazdı Seymur. Hər ikinci elementi siləndən sonra mənə yeni dəyər, yeni list qaytardı. Əla, indi isə bir dənə proyekt işləyək. Mən tapşırıq adlı proyekt yaratmışdım. Çalışdım onu. Proyektimizə baxaq əvvəlcə nədir, sonra onu yaratmağa çalışaq bir yerdə. Python 3 tapşırıq .py alış-veriş edin deyir burada və bizdən birinci məhsul istəyir. Məsələn, bura məhsul əlavə eləyək ki, olsun məsələn kola.
Və ondan sonra ikinci məhsul yazırıq. Olsun chipsi. Üçüncü məhsul olsun qab, yəni içmək üçün. Və dördüncü məhsul olsun salfet. 4 dənə məhsul yaratdıq və burada səbət yaratdı bizim üçün. Yazıb sizin səbətiniz və içərisində var kola, chipsi, qab və yaxud da salfet. Bu bizim artıq səbətimizdir və bunun içərisinə dəyərlər əlavə olundu. Bir dənə variable-ın içərisinə. Ondan sonra bizə deyir ki, silinməli məhsulun adını yazın. Yəni tutalım ki, biz bu məhsulu səbətdən silmək istəyirik. Həmin məhsulun adını yazırıq. Burada tətbiq eləmişik remove-dan, çünki birbaşa adını yazmalıyıq. Tutalım ki, mən qabı silmək istəyirəm. Yəni baxıram ki, qabım var artıq, ehtiyac yoxdur. Bura qab yazıram. Necə var elə cür, burdakı kimi və enter yazıram və silinmə tamamlandı. Səbətiniz kola, chipsi, salfet. Yəni artıq təzə səbətdə bu 3 dənə element var. İkinci burada funksiya var ki, silinmə məhsulunun indeksini yazın. Burada isə pop indeksdən istifadə olunub. Burada adın yerinə indeksin özünü yazacağam. Tutalım ki, salfeti də istəmirəm. Bu 0-cı indeks, 1-ci indeks, bu da 2-ci indeks. Buraya yazıram 2. Və yazıldı, silinmə tamamlandı. Səbətiniz kola və chipsi, alış-veriş üçün təşəkkürlər. Və belə bir sistem yaradacağıq biz hazırda. Onun üçün də tətbiq edəcəyik. Məncə keçən dərsdə də öyrənmişik. Inputları, intləri və indiki öyrəndiyimiz listləri tətbiq edəcəyik. Başlayaq onda ən yuxarıdan. Bizdə yazıb alış-veriş edin. Yazıram buraya elə print. Açdım bunu belə formada və yazıram bura alış-veriş edin. Bu birinci hissə. Ondan sonra birinci məhsul yazdım burada input kimi. Onu da yaradıram burada. Yazaq məhsul 1 bərabərdir input və bura yazım ki birinci məhsul. 2 nöqtə qoyduq qabağıma belə və bundan 4 dənə yarada bilərəm hazırda və bunları da dəyişdirək. 2, 3, 4 və birinci nə eləyək? İkinci. Bu olsun üçüncü, bu da olsun dördüncü məhsul. Əla, super. Bundan sonra nə deyir bizdə? Bu elementlərə hamısını bir-bir əlavə eləməliyik biz həmin siyahımıza, yəni listimizə. Onun üçün bir dənə boş list yaradacağıq və həmin listlərin hamısını əlavə eləyəcək listimizə. Gələk bura, yazdım ki, səbət bərabərdir boş bir dənə list, düzdürmü? Ondan sonra gəlirəm bura, səbət.append. Yazıram məhsul 1, sonra məhsul 2, sonra məhsul 3 və ən sonunda da məhsul 4 formasında əlavə elədim. Və burada hər bir məhsul bir-bir əlavə olundu siyahıya və ondan sonra biz siyahını göstərməliyik. Yazılır burada sizin səbətiniz. Yazıram bura print və deyək ki, sizin səbətiniz və vergül qoyaq. Yazaq bura adı nə idi bizdə? Səbət adlı. Tamam, belə yazdım və bu qabağına 2 nöqtə qoyum. Belə. Daha sonra sizin səbətini yazandan sonra silinmə prosesi gəlməlidir. Yazıb ki, silinmə məhsulunun adını yazın. Yəni bunu buradan belə kopyalayım və gəlim aşağıya. Və birinci işimiz remove olacaq. Burası silinməli bərabərdir. Yazıram input və həmin inputa həmin adı verəcəm. Silinməli məhsulun adını yazın. Belə formada. Amma bir dənə şeyə fikir verin ki, bu hazırda mənə string qaytarır deyənə bunun number'ı çevirməyə ehtiyac yoxdur. Elə bu cürə saxlayacağam və daha sonra aşağıda silinmə prosesini başlayacağam. Yazıram səbət.remove və yazıram bura silinməli adı bu cürə formada. Elə necə var, elə cür. Daha sonra aşağıda silinmə tamamlandı. Bunu da götürüm və bura əlavə eləyəcəyik printi. Yazaq belə. Və 2 nöqtə qoyum. Daha sonra səbət. Artıq səbət silinmiş halından sonra səbəti görə bilirəm. Ondan sonra var bizdə ikinci proses, indeksi yazmaq prosesi. Elə eyni formada bunu götürüm aşağıya atım. Və silinməli adı eyni saxlaya bilərəm, çünki dəyəri dəyişə bilirik. Fərqli ad yazmağa ehtiyac yoxdur. Və bu dəfə məhsulun adını yerinə yazacağam, bura indeksini yazın. Və bunu çevirməliyəm number'a. Ona görə ki, bizim dəyərimiz oradan string qaytarır inputdan. Biz onu intə çevirməliyik ki, indeksdən işləyə bilək. Və burada səbət.pop indeksdən istifadə edəcəm artıq. Pop və yazıram həmin silinməlini bunun içərisinə və ən sonda da silinmə tamamlandı. Səbətiniz bu cürə formada göstərir və ən aşağıda da yazıb ki, alış-veriş üçün təşəkkürlər. Bunu da kopyalayım və yazıram bura print. Alış-veriş üçün təşəkkürlər. Əla. İndi bu funksiyamızı çalışdıraq. Eyni formada işləyirmi?
Yazıram bura Python 3, daha doğrusu dərs 5.py və alış-veriş edin. Birinci məhsula ilə eyni adlar yazım. Kola, cipsi olsun, qab və bir dənə də olsun salfet belə və səbətiniz budur. Cipsi, salfet belə göstərin. Silinməli olan məhsulun adını yazın. Bu dəfə yazaq cipsi belə, başqa ad yazaq. Və silinmə tamamlandı. Buradan cipsi silindi və silinməli məhsulun indeksini yazın. Tutalım ki, bu dəfə də kolanı silək. Birinci, sıfırıncı element olsun onda. Və silinmə tamamlandı. Qab və salfet qaldı. Alış-veriş üçün təşəkkürlər. Və biz listlərdən, inputlardan və intlərdən istifadə edərək belə bir proyekt hazırladıq. Yəni ümidvaram kodu anladınız, listləri başa düşdünüz. Bu günləri baxdıq. Yaratmaq işinə, list yaratmağa, listləri indekslərə, append, insertlərə baxdıq və elementi silmək anlayışına baxdıq. Remove-dan, pop-dan istifadə edib və ən sonda da slicing-lərə baxdıq. Dərslə bağlı sualınız olarsa mütləq kommentlərdə bildirin, cavablandırmağa çalışacağam və inşallah növbəti videolarda görüşərik. Sağ olun.